Salam, xoş gördük hamınızı yeni vlogda. Neçə gündür çəkmişəm bu videoları. Sadəcə bunu düzəldə bilmirdim ki, vlog eləyim, paylaşım. Axır ki bugün dedim, artıq neçə gündür paylaşmıram. Hazırlayım. Vaxtım olmurdu, uşaqlarla işlə heç cür alınmırdı. Elə dedim, indi vaxtım var, tez bu videonu düzəldim. Gül kələmini yudum. Sodalı suda qoydum, istaxda qalsın ki, tamam təmiz olsun, su qaynayana kimi. Sonra yuyum və bişirim. Gül kələmi bir nələr eləmək istədim, elə evdə var idi, dedim bişirim, belə pörtlədirəm. Uşaqlar çox sevirlər, elə yeyirlər, özümüz də. Axırıncı dəfədə biraz qalmışdı, gördüm yeyilmir. Onu qızartdım yağda biraz, az yağda. Onu elə özüm yedim, heç kim yemək istəmədi. Amma çox bəyəndim, çox. Ona görə bundan sonra düşünürəm ki, hərdən biraz belə qızardım yeyim. Çox dadlı olur. Bizdə Göygöldə elə də olmur. Bizim yanımızdakı marketə biz əsasən gedirik. Orada da gedəndə elə gördüm ki, gül kələmi var. Ona görə aldım ki, alınmamış, satılmamış. Mən tez alım. Çünki gətirmirlər belə şeylər. Avokado soruşdum ki, bəlkə var. Avokado çox xeyirdir, dedim uşaqlar yesinlər. O da satıcı deyir ki, bizdə Göygöldə onu çox almırlar. Ona görə gətirmirəm. Gətirirəm, qalır, xarab olur. Ona görə gətirmirəm belə avokadodur. Feyxua istədim. O feyxuanı da göstərdi ki, bax, xarab olubdu. Ona görə deyir, gətirmirəm. Gətirirəm, xarab olur, heç kim almır. Ona görə elə şeyləri gətirmirəm. Ola bilsin ki, başqa böyük marketlərdə var. Göygöldə sadəcə mən yanımızdakına gedirəm deyə, orada da belə deyir ki, alınmır deyə çox şey gətirə bilmirəm. Amma belə zakazla gətirirlər. Deyirsən ki, məsəl üçün mən bunu istəyirəm, avokado istəyirəm, o da gətirir. Amma o da elə zakaz eləmək istəmirik, çünki ola bilər ki, yaxşısını gətirməz, o da məcbur biz götürməyəliyik, çünki onu zakaz eləmişik. Ona görə elə çox vaxt Gəncəyə gedəndə, onsuz da elə demək olar ki, hər həftə Gəncəyə gedirik. Gəncəyə gedəndə orada marketlər var. Ən çox getdiyimiz bazar stoldur, ən sevdiyimiz market. Elə çox vaxt gedib oradan hər şeyi alırıq. Orada hər şey demək olar ki, olur, həm təzə olur, həm orada alış-veriş çox olur deyə hər şeyi gətirirlər, hər şey olur. Amma Göygöldə çox alış-veriş olmur deyə çox şeyi gətirmirlər ki, birdən almazlar. İndi də gəldim burada divanların üstünü götürüm, çırpım, divan kreslonun üstünü. Hava da bulutludur deyə ona görə qaranlıqdırdı. Buranı elə də tez-tez çırpmıram, çünki burada elə də çox olmuruq bu otaqda. Çox elə də oturmuruq, ancaq uşaqlar onlayn dərs falan belə keçəndə olurlar burada. Ona görə bura ehtiyac yoxdur, amma o birisi otağa oranı tez-tez çırpıram, orada çox oluruq. Dedi, gedim o birisi otağınkini də götürüm. Hamısını yığdım. İndi aparım bir yerdə bunları çırpım. Divan kresloların üstü də hazırda çırpıldı. Qoydum
hazır qoydum. So. İndi də buraların tozunu alım gərək. Qızlar da dünən saçlarını fenləyiblər, qoyublar feni burada. Buranı da təmizləməliyəm. Burada da əlimə nə keçir sarıya görə bura qoyuram ki, buranı çox açmır. Buranı açmır deyə bura qoyuram hər şeyimi. Bir də kosmetikalarda hər şeyi doldurmuşam bura. Buraya da gərək əl gəzdirim. Bir səlgəyə salım, düzəldim. İndi də gətirib tozları alım. Burada da Mələkə saran balaca vaxtı bunların xoşum gəlirdi. Şəkillərini çıxartdırırdım belə. Salırdım ramkaya. Amma indi saran şəklini hələ ki çıxartdırmamışam. Heç həvəsim yox. İndi də tozları silirəm. Tozları silim, sonra bir dənə qalsın otaqları silmək. Polları. Belə də başqa xırda işlər falan belə var. Onları da görməliyəm. Çünki sabahdan artıq iş başlayır. Onda da alınmır heç cür. Belə ancaq ki gəlirəm, tez yemək yeyib yenə gedirəm. Sonra səhər də biraz vaxtım olur, bir saat. Onda da elə ancaq ortalığı əl gəzdirirəm deyə alınmır. Çox da elə. Çox iş görmək alınmır. Ona görə 6 bazar çalışıram. İşlərimi görün. Tozları alım. Polları silim. Qalan işlərimi də sonra yavaş-yavaş görüm. Çünki hələ uşaqlar da çimməlidir. Saranı çimizdirmək lazımdır. İndi burada bir əl gəzdirim. Baxım görüm. Dişli var. Əlimizə nə keçir? Hamısını hündür yerlərə qoyuruq. Sara əlini götürməsin deyə. Ona görə bunun da qurpunu qırmışdılar. Kleylədik, ona görə hündürə qoymuşuq ki, hələ ki əlləri dəyməsin ona görə. İndi inşallah uşaqlar böyüsünlər, ondan sonra hər şeyi öz yerinə qoyaram rahat. Hələ ki qoya bilmirik. Hər şeyi yuxarıya qoyuruq məcbur. Ona görə də hər yerdə belə səliqəsiz görsənir. Çünki hər şey öz yerində deyil. Hərəsi bir yerdədir uşaqlara görə. Məcbur. İndi uşaqlara keks eləmək istəyirəm. Sabah artıq məktəbə gedəcəklər, birinci gündür. Ona görə belə istəyirəm keks eləyim. Məktəbə aparsınlar. Burada umac eləmişəm. Un, yağ, bir də şəkər qarışdırmışam. İndi ora vanil də qatacağam. 2 paçka. Bəsdir məncə 2 paçka ilə. Niyə keks elədim? Çünki belə qatıq var idi. Qatıq almışdıq marketdən. Evdə hələ çalmamışdı həmin adam. Qatığı demişdik. Ona görə qatıq lazım idi. Mağazindən aldıq. O da uşaqları heç kim evdə bəyənmədi. Bunu yemədilər. Bu da dedim qalıb qıcqırmasın, xarab olmasın deyə keks eləyim bundan. İndi burada da 4 dənə yumurta götürmüşəm. Onu qatım. Qatıqla sodanı eləyim, qatım. Zebra kimi eləmək istəyirəm. Yarısını da götürüb kakao qatacağım içinə. Mən keksi çox vaxt belə umacla eləyirəm. Çünki onda daha dadlı, daha belə oxalanan kimi olur. Keksimiz pişdi, belə alındı. Üstünə şəkər tökmüşəm deyə biraz belə xıt-xıt kimi alınıb. Onda lap qəşəng olur. Buradan ucu kəsmişəm. Biraz uşaqlar istədilər, isti-isti. Kəsdim. Düzdür, hələ tam soymayıb, amma yenə də sizi göstərmək üçün dedim kəsim. İçini sizə də göstərim necə alınır. Bu qırağıdır hələ. Belə alınırdı. İndi ortasından kəsim sizə göstərim. Belə alındı. Çox qəşəngdir. Belə burasında da kakao. 2 cür Sara. 2 cür elədim. Həm kakao ilə elədim xəmiri, həm də elə belə. Ona görə belə alınıbdı. Çox qəşəng. Üstü də bax belə şəkər tökmüşəm deyə bərkdir, həm də belə xırt-xırt çox qəşəng oldu. Mən həmişə deyəndə çox vaxt piroqları elə umac xəmirindən eləyirəm. Umac eləyirəm. Birinci unu, yağı, şəkəri. Sonra qatıqdır, qatıram, yumurta qatıram. Onda lap qəşəng olur. İndi bunu da elə elədim deyə belə qəşəng bir keks alındı.
Hələ ki istidir. Soyuyanda lap yaxşı olacaqdı.